Dünyanın ən güclü orduları ölkələrin hərbi potensialını, texnoloji inkişaf səviyyəsini və qlobal təsir gücünü əks etdirir. Hərbi güc bir ölkənin suverenliyini qorumaq, milli maraqlarını müdafiə etmək və beynəlxalq arenada mövqeyini gücləndirmək üçün əsas amillərdəndir. Bu videoda dünyanın ən güclü orduları və Azərbaycan ordusunun bu sıralamadakı yeri haqqında məlumat alacaqsınız. Amerika Birləşmiş Ştatları ordusu dünyanın ən güclü hərbi qüvvəsi olaraq liderliyini qoruyur. Ümumi hərbi personalı 1.328.000 peşəkar hərbçi və 811.000 ehtiyat qüvvələrdən ibarətdir. Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi 770 milyard dollarla dünyanın ən böyük hərbi büdcəsi sayılır. Texnoloji cəhətdən ən inkişaf etmiş və yüksək texnoloji silahlarla təchiz olunmuşdur. Hərbi hazırlıq baxımından əskərlərinə geniş təlim proqramları təqdim edir, o cümlədən fiziki hazırlıq, taktiki təlimlər və müasir texnologiyaların istifadəsi üzrə təlimlər keçirir. Xüsusi təyinatlı qüvvələri, məsələn Navy SEALs, dünyada ən yaxşı hazırlıqlı və təcrübəli birliklərdən hesab olunur. Rusiya ordusu 1.154.000 peşəkar hərbçi və 2 milyon ehtiyat qüvvədən ibarətdir. Hərbi büdcəsi 65 milyard dollar olan Rusiya ən müasir raket texnologiyasına və güclü nüvə arsenalına sahibdir. Rusiya ordusu əskərlərinin hazırlığına xüsusi diqqət yetirir və onları sərt iqlim şəraitində və müxtəlif döyüş ssenarilərində təlimləndirir. Spetsnaz kimi xüsusi təyinatlı qüvvələri yüksək səviyyəli hazırlıqları ilə tanınır. Çin ordusu dünyanın ən böyük hərbi personalına sahibdir və ümumi hərbi personalı 2.185.000 nəfərdir və 510.000 ehtiyat qüvvədən ibarətdir. Çinin hərbi büdcəsi 300 milyard dollarla dünyada ikinci yerdədir. Son illərdə Çin hərbi texnologiyasını böyük sürətlə inkişaf etdirmişdir. Xüsusilə döyüş təyyarələri, raketlər və donanma sahələrində inkişaf gözə çarpır. Çin ordusu əskərlərinin hazırlığına böyük əhəmiyyət verir və onları müasir döyüş şəraitinə uyğunlaşdırmaq üçün geniş təlim proqramları həyata keçirir. Hindistan ordusu 1.455.000 peşəkar hərbçi və 2.100.000 ehtiyat qüvvədən ibarətdir. Hərbi büdcəsi 75 milyard dollar olan Hindistan müasir silahlar, raketlər və hava qüvvələri sahəsində öz gücünü artırır. Cənubi Koreya ordusu 600.000 peşəkar hərbçi və 3.100.000 ehtiyat qüvvədən ibarətdir. Hərbi büdcəsi 40 milyard dollardır. Cənubi Koreya xüsusilə döyüş təyyarələri və raket sistemləri sahəsində ən inkişaf etmiş hərbi texnologiyalara sahibdir. Digər dövlətlər kimi Cənubi Koreya ordusunda da əskərlərə müxtəlif döyüş şəraitinə uyğun təlimlər keçirilir. İngiltərə ordusu 150.000-ə yaxın peşəkar hərbçi və 190.000 ehtiyat qüvvədən ibarətdir. Hərbi büdcəsi 68 milyard dollar olan İngiltərə ən müasir aviasiya və dəniz qüvvələrinə sahibdir. Special Air Service kimi xüsusi təyinatlı qüvvələri dünyada ən yaxşı hazırlıqlı birliklərdən biri hesab olunur. Fransa ordusu 200.000 peşəkar hərbçi və 450.000 ehtiyat qüvvədən ibarətdir. Hərbi büdcəsi 52 milyard dollar olan Fransa, müasir döyüş təyyarələri, tanklar və nüvə silahları ilə təchiz olunub. Fransa əskərlərinin hazırlığına böyük əhəmiyyət verir və onları müxtəlif döyüş ssenarilərinə uyğun təlimləndirir. Fransız xarici legionu sərt təlimləri və yüksək döyüş qabiliyyəti ilə tanınır. Dünyanın ən güclü orduları arasında Yaponiya ordusu 8-ci yerdə qərarlaşıb. Ordu 247.000-dən çox peşəkar hərbçidən ibarətdir. Yüksək texnologiyalı silahlar və avadanlıqlar ilə təchiz olunmuşdur. Türkiyə ordusu 883.000-dən çox peşəkar hərbçi ilə 9-cu yerdədir. Türk hərbi hava qüvvələri F-16'lar, hücum helikopterləri və təlim təyyarələri ilə daha da güclənir. Türk quru qoşunları 55.580 hərbi vasitə və artilleriya sistemi ilə dünyanın ən güclü quru qoşunları arasında yer alır. Türk donanması müasir sualtı gəmilər və döyüş gəmiləri ilə güclü mövqedədir. 10-cu sırada isə İtaliya ordusu gəlir. İtaliya ordusu 289.000 peşəkar hərbçidən ibarətdir. Əskərlərinin hazırlığına böyük əhəmiyyət verir və onları müasir döyüş şəraitinə uyğun təlimləndirir. Dünyanın ən güclü orduları sıralamasında növbəti yerlərdə Braziliya, Pakistan, İndoneziya, Almaniya, İsrail, İran, İspaniya və Avstraliya gəlir. Dünyanın ən zəif orduları isə Kosovo Respublikası, Somali, Cənubi Afrika Respublikası, Benin və Butana məxsusdur. 60-cı yerdə qərarlaşan Azərbaycan ordusu Cənubi Qafqaz regionunda güclü hərbi qüvvələrdən biri hesab olunur. Ordu müasir silahlar və texnologiyalarla təchiz olunmuşdur. Azərbaycan ordusu son illərdə keçirilən hərbi əməliyyatlarda peşəkarlığını və effektivliyini nümayiş etdirib.
Dünyanın ən güclü orduları, hərbi personalın sayı, texnoloji inkişaf səviyyəsi, təlim proqramları və strateji qabiliyyətlər kimi müxtəlif amillərə əsaslanır. Amerika Birləşmiş Ştatları, Rusiya və Çin kimi ölkələr böyük hərbi büdcələri və inkişaf etmiş texnologiyaları ilə liderlik edir. Dünyada bəzi ölkələrdə qadınların hərbi xidmətdə iştirakı məcburidir və ya çox vacib hesab olunur. İsrail qadınlar üçün məcburi hərbi xidməti olan azsaylı ölkələrdən biridir. 18 yaşına çatan qadınlar kişilərlə yanaşı orduda xidmət etməlidirlər. Xidmət müddəti təxminən 2 il təşkil edir. İsrailin təhlükəsizlik vəziyyəti və daima hərbi hazırlıq ehtiyacı bu sistemin əsas səbəbidir. Şimali Koreyada qadınlar üçün hərbi xidmət qismən məcburidir. 17 yaşına çatan qadınlar müəyyən yaşa qədər hərbi xidmət keçməlidirlər. Bunun səbəbi ölkənin sərt rejimi və hərbi gücə verdiyi önəmdir. Norveç 2015-ci ildən etibarən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edən ilk NATO ölkəsidir. Gender bərabərliyi siyasətinə əsaslanaraq qadınlar da kişilər kimi hərbi xidmətə cəlb olunur. İsveç 2018-ci ildə məcburi hərbi xidməti bərpa edərək həm kişiləri, həm də qadınları orduya çağırmağa başladı. Seçilən şəxslər hərbi təlim keçməlidirlər. Afrika ölkəsi Eritreyada hərbi xidmət həm kişilər, həm də qadınlar üçün məcburidir. Ölkənin uzun müddətli hərbi siyasəti səbəbindən qadınlar da aktiv şəkildə xidmət edirlər. Bəzi ölkələrdə isə qadınlar könüllü şəkildə hərbi xidmət edə bilirlər, lakin bu məcburi deyil. Məsələn, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin və Fransa kimi ölkələrdə qadınların orduda iştirakı artırılsa da, onlar üçün məcburi xidmət yoxdur. Siyahıya daxil olan ölkələr ya təhlükəsizlik problemləri, ya da gender bərabərliyi siyasəti səbəbindən qadınları məcburi və ya zəruri hərbi xidmətə cəlb edir. Dünyada mövcud olan bəzi ölkələrin isə ümumiyyətlə rəsmi ordusu yoxdur. Bu ölkələr ya tamamilə silahlı qüvvələrdən imtina ediblər, ya da müdafiə üçün başqa ölkələrə güvənirlər. Rəsmi ordusu olmayan ölkələrdən biri Avropanın cırtdan dövləti olan Andorradır. Andorranın ordusu yoxdur, amma ölkənin təhlükəsizliyini qorumaq üçün Fransa və İspaniya ilə müdafiə razılaşmaları mövcuddur. Mərkəzi Amerika ölkəsi olan Kosta Rika 1949-cu ildə ordunu ləğv edib və hazırda yalnız polis qüvvələri var. Müdafiə məsələlərində isə beynəlxalq dəstəyə arxalanır. Sahəsinə görə dünyanın ən kiçik ölkəsi olan Vatikanın da rəsmi ordusu yoxdur. Lakin Papa təhlükəsizliyini təmin edən İsveçrə qvardiyası fəaliyyət göstərir. Avropanın növbəti cırtdan ölkəsi San Marino ordusu olmayan ölkələrdəndir, lakin simvolik olaraq kiçik hərbi birliyi var. 1868-ci ildə ordusunu ləğv edən Liechtenstein təhlükəsizliyini İsveçrə ilə əməkdaşlıq əsasında qoruyur. Palau, Nauru və Tuvalu kimi kiçik ada dövlətlərinin də ordusu yoxdur və müdafiə məsələlərində əsasən Amerika Birləşmiş Ştatları, Avstraliya kimi ölkələrə etibar edirlər. Beləliklə növbəti videonun da sonuna gəldik. Paylaşımlardan xəbərdar olmaq üçün abunə olub bildirimləri açmağı unutmayın. Salamat qalın.